Belə könül sən ki girdin ey belən eşqin bəhrin, narın çalxan ey narın silkin narını. Ha belə dostcanı bağla ey belə mehman eyləsən, almasın dər ey gülün ilə ey narını. Belə dostcanı bağla ey ay qardaş mehman eyləsən, almasın dər ey belə gülün ilə ey narını. Könül sən ki girdin eşqin bəhrinə, narın çalxan, narın silkin, narın üz. Dost səni bağına mehman eyləsə, almasın dər gülün ilə narın üz. Tişdirmisən qəsir eyvan o da sən, o nökərin, o sevdiyin, o da sən. Qıya baxdın, məni saldın, o da sən. İnsaf eylə, gəl könlümün narını. O belə gətirdin rəngi mənə dərdin alim ey sarı dur gedək. Aya bu sınıq könlümün ey sarı dur gedək. Elən ələsker ama dərdin alim ey bizə sarı dur gedək. Eyləmisən ey bir dərdim ey narnız. A belə yələn skerəm ay lələ ey belə bizə sardır gedək. Elə bir dərdimin eyləmsən narnız. Gətirdin rəngimə sarı, dur gedək. Bu sınıq könlümü sarı, dur gedək. Ələskərəm bizə sarı, dur gedək. Bir dərdimi eyləmisən narınüz. Əzlərim, sizə hardan xəbər verim, hardan danışım? Göyçə mahalının Ağkilisə kəndindən ustadlar ustadı Aşıq Ələskərdə. Aşıq Ələskərin şöhrəti aləmi bürümüşdü. Camahat, el, oba, hər kəs deyirdi ki, evladının xeyr işinə Aşıq Ələskəri çağırsın. Xeyr duanı Aşıq Ələskər versin. Elə kənd, elə şəhər yox idi ki, Aşıq Ələskər orada bir toy keçirməsin. Belə kəndlərdən biri də Goranboyun Xan-Qərvənd kəndi idi. Xan-Qərvənd cəmaatı da Aşıq Ələskəri çox istəyirdilər. Kəndin sayılıb seçilən ağsaqqallarından biri Zamanxan oğlu Məşəd Qara Aşıq Ələskərlə siğa qardaş idi. Başqa cəmaat kimi Xan-Qərvənd cəmaatı da yaylağa köçərdilər, qış arana qaydardılar. Yenə yaylaq vaxtıdır, köçüblər Kəlbəcərin Söyüdlü dərəsində göl yurdu yaylağına. Əksəriyyəti xeyir işini elə yaylaqda eləyərdi. Yenə toyların başlayan vaxtıdır, ağsaqqallar yığışdılar, sözü bir araya gətirdilər ki, kimin xeyir işi varsa başlasınlar. Əvvəlcə Məşəd Qaranın yaxın qohumu Əhməd bəy evladına xeyir iş eləyəsi oldu. Fikirləşdi ki, xeyir işi Aşıq Ələskəri çağırsın. Gəldi Məşəd Qaranın yanına, dedi Aşıq Ələskər sizi çox istəyir, sizin sözünüzü yerə salmaz, gedib Göyçədən Aşıq Ələskəri siz gətirin. Məşəd Qara da bir ildə Aşıq Ələskəri görmür, Darxı Ələskərdən ötürü. Buna mahna lazımdır, atını minib, yola düşdü Göyçəyə sarı. Bəli, aşıq dili yürək olar. Bir neçə saatdan sonra gəlib çatdı Göyçə mahalının Ağkilisə kəndinə. Baxdı ki, Aşıq Ələskər evinin qarşısında bir daşın üstə oturub, atın yəhərin yüyənin nizamlayır. Yaxınlaşıb salam verdi.
Aşıq Ələsgər başın qaldırdı ki, dostu Məşədi Qara. Bir ildir görüşmürlər, qucaqlaşdılar, öpüşdülər, görüşdülər. Aşıq Ələsgər oğlu Bəşiri göndərdi, bir heyvan gətirib kəsdilər, yemək içmək başladı. Kənd cəmaatı, qohum, qonşu yığışdılar Aşıq Ələsgərgilə, gecənin bir aləminə qədər söhbət elədilər. Bəli, həmin gecəni Məşədi Qara Aşıq Ələsgərgildə qaldı. Səhərsi açıldı, üzümüzə xeyirliklə açılsın sabahlar. Məşədi Qara dedi Aşıq Ələsgər, axşamdan başımız qarışdı söhbətə, gəlməyimin səbəbini deyə bilmədim. Bizim göl yurdu yaylağında xeyir işimiz var, sazını götür, ora getdik. Aşıq Ələsgər dedi, qardaş, bilmirsənmi, Məhərrəmlik aydı. Məhərrəmliyin qırxı çıxmamış, saz köynəyindən çıxarmıram, çalmıram, oxumuram. Məşədi Qara dedi, ay qardaş, yaylaqda məclis başlayıb, toy başlayıb, cəmaat sizi gözləyir. Nə qədər dedi, Aşıq Ələsgər razılaşmadı. İncimiş halda atını gətirdi. Atın rəşməsini açıb, dedi Aşıq Ələsgər, tut bu ipin ucundan. Civindən bıçaq çıxardı. Dedi, əgər mənlə göl yurdu yaylağına getməsən, bugündən dostluq bağını kəsirəm. Aşıq Ələsgər baxdı ki, çətin yerdə axşamlayıb, dostluğun xətrinə razılaşdı. Bəli, Aşıq Ələsgərin atını gətirdilər, sazını götürüb, atların minib, yola düşdülər Kəlbəcərə sarı. Bir qədər gəlmişdilər, Zot kəndi ilə Zər kəndinin arasında Hacıların bulağı deyilən bir bulaq var idi. Aşıq Ələsgər dedi, qardaş, gəl bu bulağın üstə düşək, bir balaca dincimizi alaq, atımızın da yorğunluğu çıxsın, sonra yolumuza davam eləyərik. Atdan düşdülər, Məşədi Qara baxdı ki, Aşıq Ələsgər sazı köynəyindən çıxardı. Dedi, ay qardaş, bayaqdan deyirsən məhərrəmlikdir, məhərrəmliyin qırxı çıxmamış, çalmıram, oxumuram. İndi niyə tələsirsən? Toyda nə bacarsan, ürəyini boşaldarsan. Aşıq Ələsgər dedi, ay bədbaxt oğlu, görmürsənmi? Vur ha vurdu, çata çatdı. Aç ki, nə vur ha vur, nə çata çat. Burada səndən, məndən başqa heç kim yoxdur. Dedi, sən bilmirsən, bu an qəlbimdə iki şahın, iki padşahın savaşıdır, döyüşüdür. Yenə Məşədi Qara bir şey baş tapmadı. Aşıq Ələsgər sazın zilini zil, bəmini bəm eləyib, götürür burada qaraçı havası ilə, bu havaya dəvrişi havası da deyirlər. Görək nə deyir, Məşədi Qara nə eşidir? Nəfslə mərfət durub cihada, mərfət deyir, belə kar eyləməklə. Nəfs deyir, baxma naqqal sözünə, xeyrin gələn yerə, ar eyləməklə. Ay balamansı, şərtimizi şunda kəs. De görüm hansımız nəfsin tərəfində olaq, hansımız mərfət. Aşıq Şöhrət, uzun müddət sənət yoldaşı olmuşuq. Elbrusda biraz tamah olduğuna görə nəfs Elbrus olsun, mərfət də siz olun. Buyurun. Sizdə də az deyil tamah, amma neyiniyək deyək? Buyurun. Deyir belə günahkardır balana, balan eyle ki yoldan azam var. Elə iki mələyin xeyri şərinə yazan var. Belə nəkirəyim var, ey qıl körpü var, qazan var. Rövşən yollar ne tar eyləmək. Belə yürəm şey yollarla aman 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 sonra aman 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 yaman yazığa
Rövşen yollar ne tar eylemekle. Günahkardır ne ki yoldan azam var. İki melek xeyri şəri yazan var. Nəkreyim var, qıl körpü var, qazan var. Rövşen yolların tar eylemekle. Götürsün görək nəfis daha nə deyir. Dedi belə zimistan çəkmişəm, ey belə yeni yaz olufum. Belə yüzüm gözəllərə, ey belə payandaz olub, haraylı haraylı da. Belə sözüm bəyənilib, ey belə işim saz olufum. Sən Allah siftəmni kör eyləməyin. Ha belə sözüm bəyənilib ey balamay mənməzim, zimay mənməzim. Sən Allah siftəmni kör eyləməyinə. Zimistan çəkmişəm, yeni yaz olub. Üzüm gözəllərə payandaz olub. Sözüm bəyənilib, işim saz olub. Sən Allah siftəmi kör eyləməklə. Götürsün görək mərifət daha nə deyir. Belə Mehdi divanından adardın alim ey belən olma xəcaləti. Məşərdə yolun ey nar eyləmə. Belə məşərdə yerin oy. Aman 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 aman. Soraman aman 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 yaman gedan aman yaman yazgın. Elə məşərdə yerinin ey nar eyləməklə. Hak bize gönderip delil ayat. Oruz tut, namaz kıl, eyle ibadet. Mehdi divanında olma xəcalet. Məşərdə yerini nar eyləməklə. Sən müzdərsən, lovğa lovğa danışma. Belə sualları məndən soruşma. Nə xeyrimə, nə şərimə qarışma. Qarışsan çıx, yeri dar eyləməklə. Bəli, söz tamama yetişdi. Məşədi Qara başa düşdü ki, Aşıq Ələsgər hansı şahın, hansı padşahın davasından danışır, amma üstün vurmadı. Aşıq Ələsgər də dostluğun xətrinə, nəfsin sözünə baxıb, yola düşdülər Kəlbəcərə